Xoş gördük News TV izləyiciləri. Vətəndaş mövqeyini izləyirsiniz. Bugünkü verilişimizin qonağı Sabiq Xarici İşlər Naziri Elmar Məmmədyarovdur. Elmar müəllim, xoş gördük sizi. Tamam. Elmar müəllim, artıq demək olar ki, müqavilənin imzalanması an məsələsidir. Necə düşünürsünüz? Azərbaycan və Ermənistan cəmiyyəti birgə yaşayışa psixoloji olaraq hazırdırmı? Yaxşı sualdır. Düzün deyim sizə ki, psixoloji cəhətdən bu yəqin ki, bir gün ərzində həll olunmayacaq. Onu gərək biz tam şəkildə ciddiliyinə qəbul edək. Çünki xeyli zaman, vaxt tələb olunacaq. Çünki artıq 30 ildən çox həm Azərbaycan torpaqları işğal altında idi, həm 1 milyona yaxın qaçqın və məcburi köçkünlər var idi. Əlbəttə ki, psixoloji cəhətdən bu böyük bir travmadır. Amma geç-tezi məsələsi var, onun üzərində gərək işləyək. O nəsil məsələsidir. Mən deyərdim ki, bu əgər psixoloji cəhətdən nəsillə işləsə, həm Ermənistanda, həm Azərbaycanda, geç-tezi 1-2 nəsildən sonra bu əmələ gələ bilər. Amma bir gün ərzində əlbəttə ki, mən inanmıram ki, bu məsələ həll olunacaq. Ötən gün Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov 3+3 regional platformanın vacibliyini vurğulayıb. Gürcüstan da bu formatda iştirak etməkdən bilirik ki, imtina edib. Ümumiyyətlə, Gürcüstanın imtina etməsi regionda əmin-amanlıq, sülhün imzalanmasına necə təsir edəcək və siz necə dəyərləndirirsiniz 3+3 formatını? Mən deməzdim ki, 3+3 çox önəmli bir formatdır. Bu regional formatdır. Bilirsiniz ki, həm də böyük ölkələr Türkiyə, İran, Rusiya kimi, bir də Ermənistan, Azərbaycan, Gürcüstan kimi. İndi təbii məsələdir ki, Gürcülərin öz problemləri var, ilk növbədə Rusiya ilə. Amma mən inanıram ki, o 3+2 olsa +1, belə demək, adlandırmaq olar. Çünki Gürcüstan o biri ölkələrlə bu formatda iki tərəfli şəkildə istifadə edə bilər, iki tərəfli şəkildə bir-biri ilə əməkdaşlıq edə bilər. Yəni ki, həm Türkiyə ilə, həm Azərbaycanla, həm Ermənistanla, həm İranla, o cümlədən biraz da Rusiya ilə də işlədə bilər. Çünki özünüz bilirsiniz ki, turist axını Rusiyadan Gürcüstana çox böyükdür. Həm də yuxarı Larsdan da həm qaz alırlar Rusiyadan, həm də bütün hamısı tırlar, o böyük yüksək maşınlar da keçirlər həm Ermənistana, həm də Gürcüstana gəlir. Qısa şəkildə format demək olar ki, 3+2+1. Elə daha uyğun hesab edirsiniz də siz? 3+2? Bəli, bəli. Çünki o qaçılmaz bir məsələdir. Gürcülər də başa düşürlər ki, onların da milli maraqlarına da iqtisadi baxımdan, həm siyasi baxımdan da o önəmlidir ki, bəs onlar kənarda qalmasınlar regionda. Necə düşünürsünüz? Qərbə İrəvan və Azərbaycan arasında sazişin imzalanması lazımdırmı? Yoxsa həmişə Cənubi Qafqazda münaqişə ocağının olması Rusiyaya qarşı bir alət kimi qalsınmı? Eləmi düşünürlər? Necə fikirləşirsiniz? Mən belə düşünürəm ki, gəlin də dəfələrlə demişim neçə ildir ki, Azərbaycan Ermənistanla birbaşa danışıqlar etməlidir. Çünki üçüncü tərəf əlbəttə ki, kim olur olsun, həm Vaşinqton olsun, Brüssel olsun, yoxsa Moskva olsun, onlar üçün öz milli maraqları da var. Ona görə də təklif eləyəndə Ermənistana ki, gəlin birbaşa danışıqları aparaq, artıq biz onu başlamışıq delimitasiya, demarkasiya ilə bağlı. Həm də sülh sazişinin üstündə də işləmək demək olar ki, başlanır. Çünki artıq Azərbaycan göndərir birbaşa öz təklifləri layihə ilə bağlı və layihə ilə bağlı Ermənistan da birbaşa Azərbaycana cavab verir. Bir də qaldı ki, görüş keçirsinlər. Təklif edirəm ki, bu görüş sərhəddə olsun, Azərbaycanla Ermənistan sərhəddə. Necə delimitasiya, demarkasiya qrup görüşü, həmən şəkildə də sülh sazişinin üstündə də işləmək olar. O ki, qaldı, üçüncü tərəf, məsələn, təklif edirlər, bugün deyəsən, şart bir şey təklif elədi ki, bu yaxınlarda Brüsseldə bir görüş keçirmişdir. O, təbii məsələdir, o keçirmək olar. Amma sazişi bağlamaq üçün və bütün nöqsanları aradan qaldırmaq üçün mən tam şəkildə əminəm ki, yaxşı olardı ki, birbaşa görüşlər olsun.
Elman müəllim, Qarabağ müharibəsi bitib, artıq Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu Rus sülh məramları 2025-ci ilə qədər Qarabağda qalmalıdır. Sizcə nəyə xidmət edir, nəyə görə qalmalıdır, vacibdirmi, yoxsa başqa bir məsələ varmı? No, yəqin ki, bilirsiniz, saziş bağlanılı 2020-ci ildə sülh məramlı qoşunlar yerləşdiriliblər orada. İndi onlar təhlükəsizliyə baxmalıdırlar. Amma indi təhlükəsizliyi baxımından orada o qədər problem yoxdur. İndi bilmirəm, doğrudan da yaxşı sualdır. Bunlar 25-ci iləcən qalmalıdırlar, yoxsa gələn il çıxmalıdırlar. O danışıqların mövzusudur. Onu gərək Moskva ilə birbaşa danışaq, çünki Moskva da onu qəbul edir. Əvvəllər sülh məramlı qoşunlarla həm Yerivanla, həm Bakı ilə danışırdılar. İndi Yerivan çıxdı ortadan. Deməli, Bakı birbaşa Moskva ilə danışmalıdır bu haqqında. Ermənistan və Azərbaycan regionda çoxdan gözlənilən sülhə doğru yəni addımlar atırlar, bu istiqamətdə bəyanatlar səsləndirirlər. Avropa İttifaqının Ermənistanda missiyasını genişləndirməsi nəyə xidmət edir? Əlbəttə ki, mən belə fikirləşirəm ki, Avropa İttifaqı Ermənistan qərar qəbul edəndə ki, Avropa İttifaqının müşahidəçiləri dəvət eləsinlər. İlk növbədə istəyirlər ki, məqam buraxırdılar ki, bəs Azərbaycandan qorxuruq. Biz sizə gəlin bizi müşahidə eləyin ki, bəs Azərbaycan bizə yəni ki, hansısa bir irəlilik eləməsin və s. Amma Azərbaycan dəfələrlə ən yüksək səviyyədə cənab prezident də onu səsləndirir ki, biz niyyətində deyilik ki, Ermənistana bir hansısa hücum eləyək. Ona görə də sual altına qoyulur ki, bu müşahidəçilər genişləndirməyə nəyə lazımdır? Ona görə də sual ilk növbədə gəlir ki, əlbəttə ki, bu müşahidəçilər ilk növbədə onu da Moskva başa düşür, Rusiya qarşı çıxırlar. Rusiyanı Ermənistandan bir nə qədər imkan var, nüfuzunu aşağı salmaq istəyirlər. Ona görə də inandırım sizi ki, bu müşahidəçilərin mandatı çox güman ki, genişləndirib, ondan sonra da genişləndirəcək və ola bilər ki, silah da göndəriləcək onlara. Elman müəllim, təşəkkür edirəm maraqlı fikirlərinizi bizimlə bölüşdüyünüz üçün. Sizinlə sağollaşıram. Çox sağ olun. Dəyərli izləyicilər, sizinlə də sağollaşıram. Növbəti verilişimizə görüşmək ümidi ilə salamat qalın.